Bəzən planlarımızı ona görə qurur, işlərimizi ona uyğun təşkil edirik. Hərdən əhvalımızı korlayır, bəzən isə həyatımıza günəş qədər şəfəq saçır. Söhbət havadan gedir. Hava haqda məlumat isə elə hava qədər həyatımızın ayrılmaz bir tərkib hissəsidir. ...23 Mart onların, peşələri hava qədər vacib olanların günüdür. Günün əhəmiyyətinə keçmədən bizim üçün bu peşə sahiblərinin fəaliyyətindəki önəmə toxunaq. Qlobal iqlim dəyişikliyi özünü mövsümlərdə də biruzə verir. Bəzən yağıntılar daha qeyri-sabit olur, bəzən isə fəlakətlərlə yekunlaşır. Güclü küləklər, mövsümlərin alışılandan fərqli keçməsi məhz qlobal iqlim dəyişikliyinin nəticəsidir. Bütün bunların fonunda insan övladı artıq yeniliklərə adaptasiya olmağın əsas şərtini anlamalı, təhlükəli hallarla rastlaşmamaq üçün həyatımızdakı önəmli faktorların fərqinə varmalıdır. Qlobal iqlim dəyişikliyi və müasir yanaşma gündəlik proqnozları izləmək, havamızı havaya uyğun şəkildə qurmağı tələb edir. Bəs sinoptiklər bu işin öhdəsindən necə gəlir? Ölkə ərazisində izlənilən faktiki hava və növbəti günlərdə gözlənilən hava haqqında məlumat bizə çatdırılmadan öncə məhz burada Milli Hidrometeorologiya Xidmətinin tərkibində yaradılmış situasiya mərkəzində toplanılır. Situasiya mərkəzinə məlumatlar ölkə üzrə müxtəlif bölgələrdə yerləşən avtomat meteoroloji stansiyalardan daxil olur. Həmin stansiyalarda faktiki hava şəraiti ölçülür, hidrometeoroloji məlumatlar əldə edilir və bütün məlumatlar buradan, situasiya mərkəzindən izlənilir. Gələn məlumatlar fasiləsiz olaraq situasiya mərkəzinə daxil olur. Bura bütün meteoroloji parametrlər daxildir. Havanın temperaturu, maksimal minimal, küləyin sürət və istiqaməti, atmosfer təzyiqi, nisbi rütubət və digər atmosfer hadisələri qeyd olunur. Həmin məlumatlar emal olunur. Növbəti günün proqnozunun hazırlanması üçün Hidrometeoroloji Proqnozlar Bürosuna ötürülür. Mərkəz ən son və müasir texnologiyalarla təchiz olunub. Hava haqqında daha dəqiq və düzgün məlumatların alınması həmin texnologiyalar vasitəsilə həyata keçirilir. Müasir texnologiyalar həmçinin dolu, leysan, şimşək kimi halların vaxtında müəyyənləşdirilməsinə də kömək edir. Bu haqda əhalinin xəbərdar edilməsi ölkədə fəaliyyət göstərən erkən xəbərdarlıq sistemi vasitəsilə aparılır. Erkən xəbərdarlıq sisteminin əsas tərkib hissəsi isə Doppler radarlarıdır. Situasiya mərkəzində Şamaxı, Göygöl və Quba ərazisində yerləşən həmin radarlarla kütlədaxili proseslər izlənilir. Radar bulud formalaşdığı müddətdən davam etdiyi müddətə qədər həm faktiki havanı izləyə bilir, eyni zamanda da yaxın 2-3 saatın proqnozunu verməsində bizə köməklik göstərir. Əsasən də təhlükəli atmosfer hadisələrinin izlənilməsi üçün vacib olan bir belə deyim, avadanlıqdır. Doppler radarları vasitəsilə faktiki hava şəraitinin, yəni dolu, leysan, şimşək hadisələrinin izlənilməsində, eləcə də yaxın 2-3 saat ərzində baş verə biləcək təhlükəli atmosfer hadisələrini izləmək üçün istifadə olunur və əhaliyə əvvəlcədən xəbərdarlıqlar göndərilir ki, ərazidə hansı atmosfer hadisəsinin, daha doğrusu hansı təhlükəli atmosfer hadisəsinin izlənilməsi barədə xəbərdarlıqlar göndərilir. Milli Hidrometeorologiya Xidmətində hava proqnozları qısa müddətli, orta müddətli və uzun müddətli hazırlanır. Daha uzun müddəti əhatə edən proqnozlara isə aylıq hava proqnozları daxildir. Proqnozlar hazırlanan zaman bir çox mənbələrdən istifadə olunur. Ən geniş istifadə olunan və əsas proqnoz mənbələrindən biri hesab olunan Türkmetqab sistemidir, hansı ki, rəqəmsal hava proqnozu modellərinə və peyk görüntülərinə inteqrasiyaya əsaslanıb. Model vasitəsilə yaxın 10 gün ərzində Respublikanın istənilən bölgəsi üçün gözlənilən hava şəraiti haqqında məlumat əldə etmək mümkündür. Proqnoz hazırlanarkən gözlənilən atmosfer hadisəsi, maksimal və minimal temperatur, gözlənilən küləyin sürəti, istiqaməti, nisbi rütubət, atmosfer təzyiqi kimi bir çox meteoroloji parametrlər təhlil olunur. Model vasitəsilə hər bir parametr üzrə məlumatlar xəritə üzərində vizuallaşır. Xəritə üzərində duman sahələri, küləyin sürət və istiqaməti, gözlənilən tarixdə və gözlənilən saatda, hava axınlarının ümumi istiqaməti,
ümumi sinoptik şəraitin təhlili haqqında məlumatlar əldə etmək mümkündür. Tez-tez əhaliyə güclü küləklərlə bağlı xəbərdarlıqların edilməsinə də şahid oluruq. Bu məlumatlar da məhz sözügedən sistem vasitəsilə aparılır. Mərkəzdə həmçinin ölkənin əsas su obyektlərinin vəziyyətinə də nəzarət edilir. Bununla sel, daşqın kimi həyat üçün qorxulu halların vaxtında öyrənilməsi, məlumatların əhaliyə əlçatanlığı təmin edilir. Ölkənin əsas su obyektlərində müasir avtomat stansiyalar quraşdırılmışdır. Stansiyalardan fasiləsiz daxil olan informasiya xidmətin situasiya mərkəzində serverə daxil edilir və monitorda daimi vizuallaşır. Bu avtomat stansiyalar bizə çaylar üzərində suyun səviyyəsi, suyun temperaturu, suyun sürəti, su sərfi, temperatur, keyfiyyət və digər parametrlər üzərində müşahidə aparmaq imkanı verir. Çaylarda su ehtiyatlarının vəziyyətini istənilən an qiymətləndirməklə yanaşı, təhlükə yarada bilən hidroloji hadisələrin intensivliyini, eyni zamanda su obyektlərində gün ərzində baş vermiş dəyişiklikləri quraşdırılmış video kameralar vasitəsilə də izləmək imkanı verir. Beləliklə, situasiya mərkəzindən havanın necə olacağına dair bütün məlumatlar toplanaraq Proqnozlar Bürosuna ötürülür. 8 dəfə sutq ərzində 3 saatdan bir məlumatlar daxil olur və bu avtomat stansiyalardan, eləcə də bölgələrdə müşahidə olunan faktiki hava şəraiti haqqında məlumatlar 3 saatdan bir Proqnozlar Bürosuna daxil olur və burada işçilər o məlumatları kodlaşdırılmış formada onu bizə açılışını işçilər edirlər. Proqnozların tərtibatında sinoptik xəritələrdən istifadə edirik, yerüstü xəritələrdən istifadə edirik, hava şəraitindən kəskin dəyişməsi ilə əlaqədar olan xəbərdarlıqlar hazırlanır. Yay fəslində Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə əlaqədar məlumatların da tərtibi olunması Proqnozlar Bürosunda həyata keçirilir. Daha sonra meteoroloji insanlara da hava şəraiti necə təsir edir, o haqqda da məlumatları biz hazırlayırıq. İnsanlar özləri də çox maraqlı olurlar ki, belə görən bizə hansı hava şəraiti gözləyir və bizə necə təsir göstərəcək. Əlbəttə ki, bu atmosfer təzyiqinin təzadlı dəyişməsi onlarda narahatlıq hissi yarada bilir. Hər gün mütəmadi olaraq sinoptik xəritələr vasitəsilə, eyni zamanda Türk Metkap sistem vasitəsilə Bakıda və Abşeron yarımadası üçün, Azərbaycanın bölgələri üçün, həmçinin Qarabağ və Şərqi Zəngəzur zonası üçün hava proqnozu tərtib olunur. Bununla yanaşı 6 rayon üzrə dəniz proqnozu hazırlanır. Dənizdə dalğanın hündürlüyü, küləyin sürəti və istiqaməti, havanın temperaturu da qeyd olunur və bu proqnozlar elektron poçt vasitəsilə lazımi qurumlara, eyni zamanda kütləvi informasiya vasitələrinə ötürülür. Hava proqnozu tərtib olunan zaman ən qürurverici hiss mənə bir vətəndaş olaraq Qarabağ və Şərqi Zəngəzurun hava proqnozunu ictimaiyyətə ötürməkdir. Müasir tələblərə uyğun olaraq hava haqqında məlumatların əlçatanlığı da təmin olunub. Milli Hidrometeorologiya Xidməti tərəfindən meteo azmobil tətbiqi istifadəyə verilib. Tətbiq vasitəsilə mövcud və gözlənilən hava şəraiti haqqında məlumatlar, həmçinin havanın temperaturu, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, nisbi rütubət, eyni zamanda gözlənilən təhlükəli atmosfer hadisələri, hava xəbərdarlıqları haqqında məlumatlar təqdim olunur. Tətbiq vasitəsilə qısa müddətli proqnozlarla yanaşı həftəlik hava proqnozları da qeyd olunur. Siz hazırda məşğulsunuz? Hazırda mən Respublikanın müxtəlif bölgələri üzrə gözlənilən həftəlik hava proqnozlarını tərtib edirəm və bu məlumatlar hazırlandıqdan sonra mobil tətbiqdə yerləşdiriləcəkdir. Bəli, bugün onların, meteoroloqların günüdür. Peşənin əhəmiyyətinə gəlincə, onlar yalnız havanın gündəlik vəziyyətini deyil, həm də insanların təhlükəsizliyinə dair önəmli məlumatları çatdıran peşə sahibləridir. Peşənin əhəmiyyəti isə hər gün artmaqda davam edir. İqlim dəyişmələrinin təsiri nəticəsində qlobal səviyyədə gedən bu hidrometeoroloji təhlükəli hadisələrin sayının artması bu sahəyə önəmin daha da artmasını gətirib çıxartmışdır ki, qeyd etmək istərdim ki, ölkəmizdə də hidrometeorologiya sahəsinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən mütəmadi olaraq investisiyalar ayrılır və sahənin inkişafı üçün lazımi tədbirlər həyata keçirilir. 1993-cü ildən ölkəmiz Ümumdünya Meteorologiya Təşkilatına üzv qəbul edilmişdir.
edilmişdir və həmin ildən başlayaraq hər ilin 23 mart tarixi ölkəmizdə Milli Meteorologiya günü kimi qeyd edilir və eyni zamanda bu biz meteoroloqların peşə bayramı da hesab olunur. Günün əhəmiyyəti ondan ibarətdir ki, hidrometeorologiyanın əhəmiyyəti və eyni zamanda beynəlxalq əməkdaşlığı təşviq etmək üçün bu günün keçirilməsi əhəmiyyət daşıyır. Bir neçə dəqiqəlik havamızı Milli Hidrometeorologiya xidmətinə kökləyib, dəqiq məlumatların ünvanından hava proqnozunun necə hazırlanmasına dair məlumatları ötürməyə çalışdıq. Əsas odur ki, dəyişkən havalarda dəyişməyən xoş əhvalımız olsun.